Əhkam 24. Nəcasət 13. Nəcasətlə bağlı müxtəlif məsələlər. Haram yolla cünub olan şəxsin təri pakdır. Amma vacib ehtiyata əsasən bu tərlə namaz qılmaq olmaz. Haram ət və donuz əti kimi nəcis yeyən şəxsin təri və ağzının suyu pakdır. Paltar yudduqdan sonra az miqdarda qalan rəngizi pakdır. Bu şərtlə ki, nəcasətin özü deyil, təkcə rəngi olsun. Qusmaqla mədədən qaytarılanlar pakdır. İstər süd əmər körpənin olsun, istər süd və başqa yemək yeyən uşağın, istərsə də həddi buluğa çatmış insanın.